Davam edirik mənim əzizlərim balıq burcu ilə. 15-21 dekabr həftəsi balıqları nə gözləyir? Bu həftə hisslərin daha güclü olacaq, intuisiya sənə yol göstərəcək, yaradıcılıq qabiliyyətin artacaq, işdə sakitlik uğur gətirəcək, münasibətlərdə anlayışlı və mərhəmətli olmağınız məsləhətdir. Sağlamlıq üçün də emosional rahatlığa ehtiyacınız var. Belə, baxaq görək kartlar bizə bu həftə nə vəd edir balıq burcuları? Hədəflərinizə odaqlanın. Belə, görək balıq burcularını nələr gözləyir. Deməli, bu kart xəbərdarlıq edir sizə. Özünüzü başqalarından üstün görməyin, təkəbbürlü davranmayın. Bu problemlərə səbəb ola bilər. Bəzən eqonu idarə etmək çətinləşə bilər və münasibətlərdə bu gərginlik yarada bilər. Daha sadə olun, anlayışlı olun. Anlayışlı olsanız, sadə özünüzü aparsanız daha sizin xeyrinizə olacaq. Yəni sizi irəli aparacaq. Bu kartda isə deyir ki, zəhmət, çalışqanlıqla qazanılan uğuru göstərir. Qarşınıza qoyduğunuz məqsədlər var. Ona addım-addım yaxınlaşırsınız. Səbirli olsanız, əməkləriniz heç biri boşa getməyəcək. Yəni, kiçik addımlar böyük nəticələr sizə gətirə bilər. Maddi zənginlik, fiziki rahatlıq əldə edəcəksiniz. Pul, mal, mülk, əşyalarla bağlı müsbət inkişafa doğru addımlar atılacaq. Maddi baxımdan özünüzü nəhayət özümü güvəndə hiss edirəm deyə biləcəksiniz. Bu maddiyyat bu aralar sizin üçün çox önəmlidir. Bu haqda çox fikirləşirsiniz. Sanki daxili sabitlik, rahatlıq əldə etmək üçün bu təmin olunmalıdır. Yaxın zamanda diqqət çəkən pozitiv bir hadisə baş verəcək. Bu hadisə sizi sevindirə, hətta həyatınıza rəng qata bilər. Gözlənilməz, amma xoş bir xəbər eşitməyiniz mümkündür. Enerjiniz də yüksələcək, motivasiyanız artacaq. Yaxın gələcəkdə yolunuza mane olmaq istəyən insanlar ola biləcək. Yəni, kimsə sizin bu uğurlarınızı gözü götürməyəcək və çalışacaq ki, buna kölgə salsın. Diqqət tələb eləyir, yəni, nə mənada diqqət, ehtiyatlı olmaq. Ətrafınızda olan insanlardan maksimum ehtiyat edin, çünki hər kəs bizim yaxşılığımızı istəmir. Yaxın zamanda sürpriz, hədiyyə də ola bilər, yeni il qabağıdır. Bu maddi mənəvi sevinci ola bilər. Gözləmədiyimiz anda bizə hər hansı bir yerdən bizi xoşbəxt edəcək bir jest bizdə sevinc yarada bilər deyib, yəni ki, bu kimi hadisələr baş verər. Münasibətlərdə yaxşılaşma, yəni ailə ilə münasibətinizi yaxşılaşdırmaq dövrüdür. Ev, ailədə artıq özünüzü rahat hiss etmək istəyəcəksiniz və bu sizdə uğurlu alınacaq. Yəni, bu həftə gözlənilir ki, siz özünüzü ailədə də, maddi baxımdan da rahatlamış hiss eləyəcəksiniz. Bu qədər balıqlar.